bəzi əlamətlər var, yenə də müəmmaya gətirib çıxardacaq. Məsələn, deyirlər ki, bir kişi qadınına zülm edirsə, onda iman yoxdur. Qardaş, imanla nə əlaqəsi var? O mömin deyil. Çünki imanın birinci əlaməti budur ki, iman varsa rəhm var ürəkdə, mərhəmət var. Mərhəmət yoxdursa əlamətdir ki, imansızdır bu. İmansızlığın birinci əlaməti daş ürəklidir. Ona görə deyir ki, ailəsinə qarşı sərt olan, kobud olan adam bacısına, qardaşına, atasına, anasına, həyat yoldaşına sərtliyi olan adamın nəsə iman problemi var. Çünki iman mərhəmətlə eyni cinsdəndir. İman mərhəmət istehsal edir. Amma bir dənə də ehtimal deyim, biraz da qanınızı qaraldım. Hamı belə narahat baxır mənə ki, ehtimal deyim ki, insanın bəzi zahiri mərhəməti ola bilər, amma imandan qaynaqlanmaya bilər.